Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtrite, Azərbaycanın kolası Buz Kola, Sleepy, Unimetal, Bay Hollywood. Şounun qaydaları. Fanatlar, qeyri-fanatlar və eləcə də adi insanlar tanınmış qonağımıza öz suallarını vermək üçün məkanımıza toplaşıblar. Əgər qonaq cavablarında səmimi olmasa, hər kəsin masasının hesabını ödəməli olacaq. Yox, əgər bütün suallarına səmimi cavab verərsə, onda bütün yeyib-içmək aparıcıların hesabına olacaq. Nuş olsun. Konfutsi deyir ki, əgər bir insanı qazanmaq istəyirsənsə, salam verərək ilk addımı sən ata bilərsən. Ona görə əziz və möhtəşəm tamaşaçılar, salamlar. Konfutsi zad nədir qardaşım? Dünən gəlmişsən məndən qabağa düşüb sən salamlayırsan cəmaatı, hə? Yaxşı, buyur. Qoy Nicat desin, qulağına görək onun nə sözləri var. Buyur Nicat. İnsanları qazanmaq istəyirsənsə, salam verib bir addım sən keçməlisən önə. Əziz tamaşaçılar, dəyərli qonaqlarımız, Unibankın baş sponsorluğu ilə zarafat bir yana başladı. Mən bir dənə söz deyim. Denən, ikisini denən. Orada düzələmədin. Nəyə düzələmədin? Mən sözümü kəsdim, düzələmədim. Mən sənin sözünü kəsdim. Nə olsun ki, sən bu verilişi əvvəldən aparsan? Bu sənə hansısa bir reqaliya verir mənim qarşımda? Hə, sən mənə belə danışırsan. Mən Onda səndə- mən çıxıram buradan. Əziz texniki heyət, əziz həmkarlarım, bəzi səbəblərə görə mən işdən çıxıram. Sağ ol. Özün tək apararsan veriliş. Gördün sən çıxmağı necə alqışladılar? Hamı ürəkdən. Yo, onlar səni yargıçladılar. Mən düzgün qərar verirəm. Yəni sənlə veriliş aparıram. Sonda demək istəyərdim ki, hamımızdan zəhləm gedir. Mən də onu demək istəyirəm ki, heç kim mənə zəng eləməsin və heç kim mənə yazmasın. Ümid edirəm sizi heç vaxt, heç yerdə bir də görməyəcəm. Bax yenə kimi sən sözünü danışır. Öz sözünü danış da. Yaxşı. Gəl dəvət eləyək bu sözün sahibini. Aktyor, rejissor, youtuber, vayner, rəqibim, yaxın dostum Talih Yüzbaşov. Çox xahiş edirəm. Yox, Talih, sən oturmursan. Bizim verilişin formatı elədir ki, Nicat indi daha yaxşı bilir. Talih oturmasın. Bizim verilişin formatı elədir ki, qonaq ayaq üstədir, biz otururuq. Nicat, sən oturmursan. Oturdu, ona bax. Talih, sağ ol ki, gecə saat 4-də mənim zəngimi götürdün. Gəlməyən qonağı pakrivat elədin, gəldin verilişə. Çox sağ qardaşım, çox sağ, var olsun. Böyük bir də iş görüb doğrudan da biz illərin dostuyuq. Talih onu mənə görə o jest elədi, sağ ol. Neyniyək də sizin də... Neyniyək, heç nədir. Nicat, bizim qonağımız Bəstə bilirsən də olmuş. kim idi? Ağa Mirzə idi. Ağa Mirzə gələ bilmədi, Bəli, xəstələndi və məcbur olduq gecə saat 4-də Talihə zəng vuraq. Talih də yatmırdı o vaxtı. Talih nə edirdin saat 4-də? Niyə yatmırdın? Sizin videoları izləyirdin dostlar. Hansı video? Yəni sizin deyəndə ki, bir dəqiqə gözlə. Sən elə dedin ki, sizin. Nicatın videolarına ayrıca baxırdın, mənim videolarıma ayrıca baxırdın, yoxsa bizim birləşmiş hansısa? Hayda, baxıb ki, bizdə nəsə tutsun orada. Bəli. Gəlsin, bu da rahat öz işini görsün. Bax, kameralar qarşısında indi sənin üçün adətdir də kameraların qarşısında olmaq normal bir haldır. Bax, mən bayaq dedim ki, mənim sizdən zəhləm gedir, mənə bir də yazmayın. Bir dənə onu səninlə baxaq da. Bir dənə rol Onu eləyəmbəsən, bir dənə Ağa Mirzə kimi bir dənə bomba eləyərsən. Ya da kim? Cavablar bomba. 3, 2, 1, buyur. Hamımızdan zəhləm gedir. Ümid edirəm bir də sizi heç vaxt, heç yerdə görməyəcəm. Özü idi. Mənə bir sənə maraqlıdır. Gəldi bayaq Talihə çağırdıq ki, Talih, Yüzbəyev, Talih gəldi, bizi öpüşüb görüşür. Talih 5 dəqiqə qabaq biz oturmuşduq orada çay içində. Bu nədir ki? Bu efir xatirinə olan
öpüşüb görüşməkdir. Orada neyinirsə tamaşaçı görmür. Yəni mən göstərirəm ki, yəni bizim münasibətlərimiz Var. Amma bir dənə sən möhkəmdir. sözüm, sən indidən qeyri-səmimisən. Bax, bunu nəzərə alın, Hə, bilin. qeyri-səmimidir və sənə qarşı Burun burada yaddaşa. sabotaj olacaq, bunt olacaq. Sabah Hər şey hazıram. Nə sualınız varsa verin. Gəlin Talihə verilişin formatını başa salaq. Deməli, tamaşaçılar, qonaqlar bizim baş qonağımıza suallar verəcək. Əgər Talih bəy o suala tamaşaçıların fikricə səmimi cavab versə, sənə göy rəngdə biz onları qaldıracaqlar. O zaman hesabı biz ödəyirik. Mənə necət açırıq, bütün masaların hesabını ödəyirik, sən də rahat burada yediyi yeyə bilərsən. Okay. Amma əgər Məni qatma, hesaba məni qatma. Yox, Ləliyyətdə mən şərik gəlmişəm. Özün. Əgər bizim tamaşaçılar fikirləşsə və yaxud hiss eləsə ki, sən qeyri-səmimi nəsə yalandan danışdın, onda qırmızı biz onlar qalxır və sən məcbur olub hamının hesabını ödəyəcəksən. İndi düşün, əgər səmimi olacaqsansa ye, olmayacaqsansa məncə əlvi saxla. Bizim verilişdə hər qonağa uyğun bir qara qutu var. Xahiş edirəm, o qara qutunu bura gətirəsiniz. O qara qutunun içində nələr var, nələr. Ay Talih. Dua elə ki, açılmasın. Bir Ona yaxın mən dost kimi demə. deyirəm ki, açıldı. Amma siz neyinirsiniz? 2013-dən bəri nə Vay, vay, varsa, hamısı orada. Elə şeylər var ki, mən onu açıb deyə bilmərəm. Yəni vallahi Qulağıma burada- da deyə bilmərəm. Burada qardaşım. gənc insanlar oturub saçları ağaracaq, səndən betər olacaqlar. Gətirin qutunu, gətirin. Qara qutu. Oy, vay. Gizlət. Vay, Necət, vay, vay. mən bir sənədən qorxuram. Nə şəkillər var orada Talih. Orada telegramlıq material, ifşa kanallarda gözünüz olsun. Bəli. Bax. Hamı da həvəslidir. Bravo! Ay, yeganə qara qutudur ki, bunun rəngi qaradır qardaşım. Bir də sən söz deyim. Yox, xeyr. Orada elə bir şəkillər var ki, sənin günün qara olacaq Siz mənə Talih. belə veriliş deməmişdiniz. Yəni siz Yox. dediniz gələcək dost yana. Talih, sən təsəvvür elə ki, qara qutu necə qorxulu bir şeydir ki, onun açılması mənim üçün də təhlükədir. Mənim də adım orada var. Başa o teleqrama o Rahat. videolar, şəkillər gedir ifşa. Hamısı bu qara qutudan keçir. Bəli. Və Talihin orada hamamda nə olub ki? Başını yuyan an fotolarım var, çəkilişlər. Orada fleşkalar Yox. var, verilişdən sonra hamıya paylayacaq, gəlib evdə rahat oturub baxa rahat bilərsiniz. baxarsınız. Telegram kanalında atacağıq. Talihi biz belə də görün. İlk öncə Talih bəy sizi salamlayıram. Bizi də salamla da, ancaq Talih. Hamınızı salamlayıram. Qonaqları salamlayıram. Hardan gəlmisən atam? Bahardan gördün bizi. Necə gördün? Necə gəldin? Mən televiziyadan sizi görmüşəm. Dedim mən də burada bir iştirak edeyim. Talihin stili sən xoşuna gəlir ümumiyyətcə? Talih bəyin belə stili xoşuma gəlir. Ay, Mən ona Gürcün- görə maraqlanıb bir sual vermək istəyirəm. Yəqin ki bu stilin bir dənə adı var. Talih stili. Talih stili. Bəli. Bürcün nədir? Şir. Şirdir. Talih bəy sizin çəkdiyiniz filmləri, ssenariləri hamısını görmüşəm. Çox istedadlı bir aktyor, həm də ssenaristsiniz. Mənə maraqlıdır ki, sizin bu cür istedadlı bir, qabiliyyətli bir insan olmağınıza baxmayaraq, sizin restoran açmağa kim vadar elədi? Və bu restoran açmaqda, yəni siz özünüz başa düşdünüz ki, hər öz işi ilə məşğul olsa yaxşıdır. Məncə də qardaşım, Talih hərə öz işi ilə məşğul olsun. Çox üzr istəyirəm qardaş. Sən özün nə işlə məşğulsan? Daimin yanında restoran şirkətində işləyirəm. Qardaşım, restoran Bəli, restoran sektorunda işləyirəm. sən də bir dənə kino çək, Talihlə Raşid ol. Mən istəyərdim ki, sən biraz ətraflı danışasan. Çünki bəzi qonaqlar var ki, ola bilsin xəbərdar deyil, bilmirlər. Biraz ekspozisiyanı geniş götür. Bəli, amma tam ətraflı danış. Yəni ancaq oturduğun restoranları batırırsan, yoxsa işlətdiyin restoranları? Yəni hər şey yaxşı olan vaxt oldu. Kasbın əlinə biraz pul keçdi. Zəhər pulluğundan elə bayaq dediyim zəhər Hər yanda da pulluğundan. ağlayır. Hə. Əsas səbəb nədir? Tam səmimidir. Əlixan özü ilə də biz dəfələrlə olur səninlə də oturmuşuq. Mən qaçmadan Səndən az xahiş edirəm. otur. Sən- Yəni Məsləhət o verdi sənə restoran. Yox, yox, Allah eləməsin də. Yaxşı. Biz hər dəfə gedib hardasa oturanda biraz əziyyət çəkirdik. Bir dəfə Əlixanla bir dənə yerdə oturmuşduq. Gəldilər ki, bizi reklam edərsinizmi? Biz dedik ki, yox da, bizim ehtiyacımız yoxdur və s. 2 dəfə soruşdular, 3 dəfə. Gördülər razı deyilik. Axırda bir 500-600 manat arası bizə qəşəng belə hesab gətirdilər. Səmimi gəlmir. O deyir qırmızı Xanım göstərir. nəyə gülürsünüz? Xahiş Tələsməyin, edirəm. onsuz da verəcək hesabı. Nəysə, dedim Qoy bir sözün dənə- içində. Dedim bir dənə qəşəng yer Buyur, açaq. Talih danışır, xahiş edirəm. Qəşəng bir yer açaq. Orada belə oturaq dost tanışlar da gəlsin, sağ olsun. Dostlarımız. Ya orada Bax belə, bunlara görə baxır. Bax, bunun kimilərə görə. Açdım ki, dost tanış gəlsin.
Qardaşlar gəlib, getdilər başqa yerdə yedilər, gəldilər başqa yerdə oturdular. Mən də restoranım işləmədi, batırdım, indi də gəlib mənə sual İnanan verirlər. daşa dönsün. Talih, sənə sual veriblər ki, restoran, belə, sən Əlxanla oturduq, hesab gəldi, sən hara getdin, məni niyə qatırsan? Ha, bir də sən söz deyil. Əvvəldən girdin də söhbət. Qardaşım, get yaxalan gələrsən qardaşım. Səhərə isti su yatsın uşaqlar. Nəsə belə. Gəlib, mən dost tanışa ümid olub restoran açdım, gəlmədilər. Qardaşlar, heç biri gəlmədi. Eşitdin nə dedi? O gəlməyib, bu gəlməyib, günah onlardadır. Yəni bunu restoranda deyil. Biz iyi ki, gəlməmişik. Bəli, Yaxşı, ən gedib əvvəl- orada burada yedinizə gəlib mənim restoranda yesəydiniz, indi mən də patladırdım ikincisini Ona açmışdım. görə də dost danışa çox güvənmə. Bəli. Allah hər özünə güvənib görə gəldin, veriliş budur da. Hərəmiz bir tərəfdən söz Talih, soxub gedir. sən restoran batırma üzrə ekspertsən. Biz də restoranda oturmuşuq. Bu restoranı necə batıra bilərik qısa müddətə? Sən yaxşı bilərsən də. Çox rahat. Versinlər mənə, sizin kimi dostlara ümid eləyim, ümidə batacaq yəni. Ay Əlixan gələr, ay Nicat gələr, batacaq. Belədir. Qardaşım, zaman Hindistandan gəlir, orada restoran açır, partladır. Sən burada yaşa-yaşa. Amma çox pis elədilər Bu restoran. cür kurub dostlar, amma əhatın Əhatəm odur. odur. Aysə əhatəvi təmizlə. Bəli. Bax, sənə Necə? 1000 dəfə demişəm Bəli. ki, təmizlə əhatəvi. Bəli. Təmizlə. Birikimlə. Eşidirsən? Danış görək necə batırdın. Buyur. Hə, bax, heç deməyək. O haqda status yazmışam bir dənə mən. İndi təzədən... Oxumamışıq da onu danış. Aç oxu. Batırmaq mütəxəssisi kimi. Aha. Buyur. Elə bil ki, tək Hə. 20 nəfərin üstə davaya gedirsən. Hələ bir tərəfdən vurur, yıxılırsan. Gəl Hələ... qısa danış. Bir dənə biz düşək PlayStation-umuzu oynayaq gəlik. Danış, gəlirik. Gəl. Buyur, buyur, Sizin şimdi ol, kimi- Gəlirik, danış. Gəl. Bunlara görə, belə dostlara görə batıb qardaşlar. Davaya getmisən, dost tanış da gəlməyib, tək səni hələ bir tərəfdən güpəliyir. Bu qonşulardır. Restoranı batırmağınızın səbəbi məlum oldu da. Bəli, bu, özün dedin. Bunu tək qoymaq olmaz. Axırda hesabı bizə verdirsiniz. Tək qoymaq olmaz. Belə dostların hesabına batıb qardaş. Talih, sən canı danış görək necə batırdın. Danış qardaşım. Sən ora restorana bir dənə PlayStation alıb açsaydın, Ha dağıdacaydın. da restorana qalyana kimi qoyduq da, kino konseptindən çıxdıq, işləmədi. Bu yaxınlarda mənə bir nəfər video göstərmişdi ki, Talih gecələr, sən demə, gecə saat 3-də zətdə gəlir o restoran qabağında durur, ağlayır. Vay. Hindistan musiqisi. İndi onun yerinə 100 kafenin yerinə Hindistan kafesi Hə, bir açılır. də Hindistan, mən arada da oradan keçəndə baxıb kövrəlirəm. Bütün Hind filmlərini silib, heç Bəli. birinə baxmır. Şahrux xanı görəndə söyürəm. Söyür, bəli. Qardaş, qane elədi. Bəli. Elədi. Əyləş. Verilişimizin bu yerində mənim dostum Talih Yüzbəyeva bizim verilişin baş sponsorundan hədiyyələri verək. Bəli, Unibankdan Taleyə hədiyyə. Kredi təşkil edəcək. Sağ ol. O pulu götürüb təzədən bir dənə restorana atıb onu da batırarsan. Açıb batırarsan. Yox, oradan hədiyyəm var, buradadır. Zarafat bir yananın baş sponsoru Unibank'ın qara kartlarının sahiblərinin sözü hər yanda keçir. Unibank Mastercard World Elite və Mastercard Black Edition ayrıca bir prestijdir. Deməli, dünyanın 135-dən çox ölkəsində Launch Key, Fast Track, Heydər Əliyev Hava Limanına pulsuz transfer, xaricdə ödənişsiz internet və sığorta kimi imtiyazlar təqdim edir. Konsiyerj xidməti isə 7/24 sizin şəxsi köməkçinizdir. Bu kartda olan cashbacklər isə başqa aləmdir. Talih bəyə sualım var idi. Bildiyimiz kimi çox xoşbəxt və gənclərə örnək olacaq bir ailəniz var. Xoşbəxt olun deyirik. Çox sağ ol. Və bu xoşbəxtliyi həmişə Xatirə xanımın çəkdiyi, paylaşdığı şəkillərdən, videolardan da görə bilirik həyat yoldaşınızın. Amma çox maraqlıdır ki, həmişə övladları ilə, sizlə ancaq Xatirə xanım şəkil çəkir, paylaşır. Amma siz heç vaxt bu ailə ilə, uşaqla şəkil paylaşmırsınız. Yəni bilmək istəyirik nəyə görə subay adam kimi Instagram işlədirsiniz. Vay. Mən hələ belə sual Xanım, eşidirsən? Mən hələ belə sual eşitməmişəm qardaşım. mən bilirəm, mən burada kəşfiyyat xarakterli sual verildi. Sizi Xatirə xanım göndərir. Tam səmimi deyim, hə. Bay, buna da
Talih, Bu nə verilişdir? xahiş edirəm. Düzünü danış, qorxma, bu gün bizdə qalarsan. Açıq danış. 3 gün Nicat-gildə, 3 gün Ay, bizdə, bir qardaşım. gündə balkonun altında Sən bir yer niyə taparsın. Instagram elə işlədirsən Mən ki, uzun güya müddət- ailəli deyilsən? Uzun Buyur, müddət buyur. çalışdım ki, mən subay bilsinlər. Amma Niyə? Niyə Səbəb də? Qara qutum. Xahiş edirəm. Yox, bu hamısı sırf şey üçündür. Yəni Nə üçün? izləyici xanımlar evli olduğumu bilib followdan çıxarda bilər. Niyə? Elə deyərlər evlidir də, bu niyə izləyirik? Mən də çalışıram ki, Bu özünü bütün belə audit- almadı be. Bütün xanımlar səni videoya görə izləyir. Ən azından qardıma görə izləyərdim. Qardıma Yox, doğrudan. Qarına Yəni, görə niyə izləsinlər adamı? mən tam səmimi cavab verim. Yəni Bəli. bu zarafat. Səhifəm evlilik belə ailə blogging səhifəsi deyil deyə. Orada ancaq öz işlərim, şəxsi həyatımı çox istəmərəm ki, birbaşa özüm danışım. Sağ olsun xatirə, nə baş verir hamısını paylaşır. Heç bir sirrimiz yoxdur dünyada. Ona görə də məncə mənim sırf səhifəm ailə məişət zəminində deyil, bir çox yaradıcılıqla bağlı olsa daha yaxşı olur. Yaxşı. Bir dənə çox üzr istəyirəm. Yalandır. O səmimi deyil, Yox, amma- səmimi deyil. Yaxşı, bəs sən deyirsən ki, burada iş profildir, biznes, kino, yaradıcılıq. Aha. Mənlə olan şəkilləri niyə paylaşsan? Sən də o işin Mən sənin dostunam. Yox, mən sənlə biz dost ailə kimi deyilik ki. şəkillər. Yox, nə ailə, ailəsi. Necə İş görürsə, mən sən şeydə evin içində yemək Yaxşı, yeyəndə sən paylaşma. Məncə Yaxşı, birinci Yaradıcılıq dediyi var. variant daha doğru oldu. Əlixanla hələ əl-ələ şəkilləri var, onları paylaşmıram, kutuda da göstərəcəm. Talih, sən dediyin sözlərə özün inandın. Bəli. Bunu bildik. İndi keç düzünü danış. Yəni qızlar izləsin. Niyə Instagramda elə Gəl. Orxan Gəncəbayın gəncliyinə də oxşayır. Buraq Özzivitin, nə bilim, İbrahim Tatlıses'e də. uşaqlıqda İbrahim Tatlıses, bəli. Xahiş edirəm, bığ özüvündə yoxsa əkdirmisən? Yox, tamamilə orijinaldır. Yoxlaya bilərik, çox xahiş edirəm. Bəli, istəsəz yoxlaya yaxınlaşa bilərik. Ged bilərsiniz. yoxla Ayxan. Sən yoxlamaqda yaxşısan, ged yoxla qardaşım. Müğayət ol. Qəşəng. Qardaşım, Özünün də. Zajqaka vuranda yanır. Təmiz kojadır, təmiz kojadır. Keç qardaşım, Orada keç. İbrahim Tatlıses'e də. Ha, oxşuyur ha İbrahim. İbrahim, Orxan qardaşım. Gəncəbay qarışıqdır. Çox sağ olun. Öncəliklə gələnlərin hamısını salamlayıram. Sağ ol, biz də səni Və salamlayırıq. Sualım Talih bəy olduğu üçün öncəliklə siz kənara, Talih bəyi salamlayıram. Kənara? Biz kənara. Necə kənara? Hə, belə kənara. Bəli. Sözdən kənara, yəni heç kəs üstünə bir şey götürməsin. Allah Çünki deyər. film sektorunda hər kəsin özünə görə bir bacarığı var. Talih bəyi istisna eləmək olar. Oy, gülüşə bax, danışığa bax. Və Talih Aktyor bəyə doğrusu. sualım budur ki, Azərbaycan film sektoru niyə tam olaraq inkişaf eləmir? Tamam, bilirəm, büdcəni həmişə pislənmisiniz. Ancaq büdcə ilə əlaqəli bir şey yoxdur. Çünki belə deyim, çox filmlər var ki, ən önəmlisi də Paranormal Activity mənim ən çox diqqətimi çəkən filmlərdən biridir ki, 17 min büdcə ilə 193 milyon Bəli. Gəlir, gəlir. qazanc əldə elədi. Və biz yaxşı deyək, onlar xaricidirlər, onların interyeri fərqlidir, düşüncə, görünüş, rəng falan belə şeylərlə gələndə. Bunları biz də eləyə bilərik əslində. Amma bunun ən böyük sübutu Qurban Qurbanovdur. 24 milyon büdcə ilə 300 milyonluq büdcəlik bir komandanı uddu. Bəs niyə bizim Qurban Qurbanovumuz yoxdur film sektorunda? Talih getsin kafedə batırsın o kinonun büdcələrini. Niyə Azərbaycan kinosunda Qurban Qurbanov kimi istedadlı insanlar yoxdur? Bu suala cavab verəsi adam mən də elə. Çünki o büdcələr mənim əlimdən keçmir. Azərbaycan kinosuna ayrılan büdcələr. Biz elə vallahi düşürük qapı-qapı oradan 5-1-dən 3 yığıb bir təhər öz gücümüzə nəsə eləməyə çalışırıq. O da gah elə, gah belə alınır. Azərbaycanda niyə? Yəni Qurban Qurbanov zaten bir dənə olur. Yox, çox üzr istəyirəm. Qurban Qurbanov zaten Azərbaycanda bir dənədir. Onu başa düşdük. Bu misal Kinoda da niyə çəkdi. yoxdur? 17 min dollara Paranormal Activity-ni çəkdilər. 193 milyon gəliri var. Bəli. Bir dənə buyur, bir dənə hesabat elə. Çox böyük. 17 min dollar. Vurursan Sən bir dənə çox üzr istəyirəm. 17 min dollar xanım bir savadlı xanımdır. 17 min dollar nə qədərdir manatla? Aydındır. Hardasa 30 min, Onu 35 çəkən rejissor var, bütün kreditlərini bağlayıb oynadı, bilirsən? 30 Camaat işlər görür. 40 min manat eləyir, düzdür? 40 min manat. İndi bir dənə sualıma cavab ver. Sonuncu çəkdiyin filmin büdcəsi nə idi? Bəlkə də Bəli. 200 neçə minsə. 200 neçə min. Deyəm. Paranormaldan bir 5 dəfə çox olar, düzdür? Bəs yaxşı, sonuncu dəfə qazdığın Hanı? quyunun dərinin nə qədər idi? Hanı 193 milyon qardaş? Hanı? Hanı? Hə? Pul lazım idi, zəng eləyərdim 2 dəqiqə eləyərdim də. Kinolar, bizim kinolar Talih kimi adamlara görə batır. Qardaşım, sən bilən sözün burada bir dənə məsələ var, deyim, heç kim bilmir. Bu özü öz kinosundan yiyinti eləyir.
Mən sənə söz deyirəm. Eləməmsən? Yox. Faktlar var, o qara qutuda nələr var? Açılacaq indi görəcək. Açılış orada qəpik də qazanır. Açığa necə? Açaq. Qara qutu axırda dostlar, qara qutu Heç nə axırda. yoxdur orada. Mən əminəm özümə. İndi baxarsan. Səninki səndə, mənimki məndə. Yəni yaxşı film üçün büdcə əsas deyil. Film komanda işidir. Bəli. Və ancaq rejissordan, ssenaristdən, aktyordan asılı deyil. Biz çox heyətdən asılıdır. Təəssüf ki, bizdə peşəkar heyət öz-özünə formalaşır və çox az adamdır. Yəni ölkədə bir dənə kino iki dənə kino çəkiləndə çəkilməyə adam tapmaq olmur. Ona görə çox arzulayaram ki, inkişaf eləsin. Yəni orada Emil, burada Əlixan, orada Nicat çəkəndə heyətsiz qalmayasan, oturub gözləməyəsən. Yaxşı da palette, qurban olum. Kafeye batırıram, ona görə. Kino çəkəmirəm, o yoxdur, bu yoxdur. Da nə oldu? Dost bilib gəlmişəm, yəni özü də çəkir. Sən kürəyimə bax, gör nə qədər orada bıçaq var. Yəni yaxşı olacaq. Söz veririk ki, əl-ələ verib yaxşı filmlər Özünü görərdin o filmdə. Əl-ələ vermək lazımdır, qardaşım, kino çəkmək lazımdır. Əl-ələ bir də o sualı verək qardaşım. Buyur. Özünü hansı obrazda görmək istəyərdin? Hansı bir xarakterdə bir... Türk filmlərində, Türk tarixi filmlərində 3-cü dəqiqədə ölən ox atandır. Sonra Qaçaq Nəbi. Qaçaq Nəbi obrazını mən canlandıracaq qədər hələ səviyyəm yoxdur. O ayrı bir səviyyə idi. Bu insan öz haqqında necə dürüst danışır, təmiz danışır. Qardaşımıza bir dənə alqışla xahiş edirəm. Sənə halaldır. Sənə halaldır. Amma bəzi aktyorlar var ki, deyir ki, mən hər bir janrda, hər bir obrazı yaradaram. Bəzi aktyorlar var. Qane elədi talent cavabı. Əslində xeyr, amma inşallah filmləri daha inkişaf. İnşallah. Əyni bir gün keç otur. Əyni bir gün keç otur. Keç otur qardaşım. Yəqin Soundride-la gəldin də bura. Talent, sual ağır gəldisə, 30 durum sənə Soundride-a yolla salım evə. Doğrusu biraz, hə. Talent, sən restoran içinə girib batırmısan. Amma indi tamaşaçılarımıza daha etibarlı və daha çox qazanc gətirən partnyorumuzdan danışmaq istəyirəm. Talih, sən də diqqətlə qulaq as. Yangonun rəsmi partnyoru olan Soundride sahibkarlara yeni bir biznes modeli təklif edir. Bu biznes modeli necə işləyir? Sahibkarlar öz avtomobillərini Soundride şirkətinə təhvil verirlər. Şirkət həmin maşınlar üçün etibarlı sürücülər tapır, avtomobillərə reklam və GPS sistemi quraşdırır. Sahibkarlar isə qazandıqları gəliri istənilən vaxt, yəni 7/24 hesablarına köçürə bilərlər. Bir sözlə, etibarlı və sabit qazanc əldə etmək istəyən hər kəs Soundride-a müraciət edə bilər. Təşəkkürlər Soundride. Səhərdən biz keçəllərin qabağında saçını düzəldik. Bəli. Sən kimə acıq verirsən? Hər birinizi salamlayıram ilk Bu gün öncə. yatasan, səhər durub görsən ki, tökülür. Bax, buradadır. Adım Akşin Vaqif Bəbirli. Necə? Akşın falan. Bu qədər al olar, Allah. Buyur. Sualım Talih bəyədir. Siz uzun müddət Azərbaycan Dövlət Pantomim Teatrında işləmisiniz və özünüzdən həmişə bəhs eləyəndə bundan fəxrlə danışmısınız. Gəlin belə eləyək, mən sizə 3 cümlə deyim və bunu pantomimlə mənə izah eləməyə çalışın. Əgər razı qalmasam, 3 dənə cümləni mi? Hamı eşidəcək, yoxsa mənim qulağıma... eşidəcək, hamı eşidəcək, sizə cümlələr deyəcəm və onu pantomimlə hamımıza göstərəcəm. Mən pantomim həyatım 15 il əvvəl bitib, amma yaxşı. Üç cümləni birdən deyim eləyəsiz, yoxsa ayrı-ayrı? Bir deyəcəksən, biz qərar verəcəyik ki, qane elədi. Talih bəy, zəhmət olmasa... İsmail ab, əl meymununa döndərdiniz. Estağfurullah, o nə deməkdir? Biz sizinlə dostduq. Birinci cümlədən başlayıram. Məndə kartdadır, sən ver, mən sənə verərəm. Bax qardaşım, oturmuşsan restoranda, yandırmırsan da, başa düşdün. Deyirsən ki, məndə kartdadır, sən ver, mən sənə sonra verərəm. O, göstəriləsi bir şeydir. Elə də bax, sən şeydir, sən üçün, həmişə elədiyin şeydir də. Biz bilmirik ki, Pantomim teatrının aktyoruna baxsın. Keç, bunu keç. Göstərməlisiniz bunu. Ay, sən bax, kömək Kömək edin. olmasın da, belə olmur axı. Qoy kömək eləsinlər, əbi yox. Gəlin, bir yerdə göstərin, gəlin. Talih, utanma, mən kartı oynayacağım. Gəl. Eləyə bilərsiniz. Gəlin, xanım, gəlin. Amma mən kartam. Adımız nədir? Gülsüm xanım. Bax, necə eləyə bilər? Cibimdən cibdən yoxdur. Əlini çıxarın, görün ki, cibimdən. Sonra kartı göstərir. Aydın baş sağ olun. Halal. Ayıq olsun. Tanıma verməmişəm. Yox, zaten. 4 ilə öyrənə bilmədiyin şey bir dəqiqə öyrən. Görsən, halaldır. Hava istedadlıyım. Keçək ikinci cümləyə. Bəli. Bura bahar restorandır. Yandırmadan yavaşdan gedək. Həmişə elədiyin də bax, gəlmişik, oturmuşuq. Əlixan sən. Bağlı restoranda oturmuşduq. Sən bilirsən ki, hə, bura bağlıdır, də yandırmadan çıxar. Sən xanıma bir 20 bad, 10 bad və gəlib onu Qalma göstər. göstər. Aha. Halaldır. Siz pedaqoqsuz. Mən bizim nəsildə hamılıq elə eləmişəm deyə bilirəm.
Əli yanır. O nə? Əlim yanıdır. Bir. Bravo. Yan masadakı qız eksimdir. Ya yerimizi dəyişək. Məndə elə şey olmayıb həyatda. Yo, sən nə var? Hadi bildin də sən pantomim aktyorsan. Tale, Instagramda süpərmişdir adam. Siz göstərin, sonra eləyə bilməzsiniz, mən düzəlir. Göstərə bilərsən onu. Bax, bu pantomim teatrında da belə çıxacaq. Əvvəllə mən O göstərəm. gün açıq ona görə qovdular belə İnstada istedadsız. da belə eləyib. Amma eləyə bilərəm. Elə. Bax, oturmuşum. Bravo! Bravo! Bravo. Hamı salamlayıram ilk Biz də. öncə. Xoş gəlmisiniz. Sağ olun. Xoş günümüzə gəlir. Təşəkkürlər. Çox sağ olun bizi dəvət elədiniz. Taley bəy, mən sizin müsahibələrinizi izləmişəm. Bir müsahibənizdə deyirsiniz ki, heç kimə lazım olmayan aktyor olmaq çətin idi, amma özümdə güc topladım, dönüş etdim. İndi bütün filmlərinizdə baş rolda özünüz çəkilirsiniz. Geri dönüş etmiş bir aktyor kimi, rejissor kimi. Bəs niyə dönüş edə bilməyən aktyorları filmlərinizdə çəkmirsiniz? İndi siz məşhur olmayanda, sizi filmlərə çəkməyən rejissorlardan fərqiniz nədir? Vay. Sən necə... Sən necə adamsan? Bəsdir. Gör məni bir kinosuna dəvət edib, gətirəndə Səni eləyib, dəlini oynayıram. məni. Səni? Heç vaxt Sən eləməyib. çağırmır. Heç vaxt. Kale. Utanmırsa, bir dənə sən söz deyim. Muhafizə. Sənə nə olur, yaxşı olur qardaşım. Bax, restoran batırdın, yaxşı oldu. O bursunu belə Yox, elədin, necə? yaxşı. Səni bir dənə də filminə dəvət elədim. Eləmir. Elə şey olar. Bir Bir dənə dəfə reklama çəkilmiş ikimiz. Necə? Mən neçə dənə kinoya çağırmışam səni? Çox. Sən, Sən, Xeyr Taleh ola. Yüzbəyov. sənin tələbə yoldaşın. Biz bir patokda 4 il çiyin-çiyinə birimizə belə baxmışıq uzaqdan. Niyə çağırmamısan? Hə, Taleh? O sən paxıllıq edir. Xanımın sualı başqadır axı. Yox, bilirəm. O deyir, bura karyera... gördü. Bəli, sənə ehtiyac yoxdur axı, qardaşım. Sən maşallah karyeran var. Mən bir çox filmlərində xanım diqqətlə baxsaz, bir çox aktyorlara ilk rollarını vermişəm. Bir çox çəkilməyən aktyorları dəvət eləmişəm. Ya o baxımdan vicdanım təmizdir. Hətta bir dəfə biz elə Əlixan Qoymaz yalanlayır. Bir dəfə serial belə reklam serial tipində 4 serialı bir şey çəkirdi. Mən istədim doğrudan ki, heç bir dost tanış olmasın. Biri qrup yoldaşı idi, mən sizə deyim də. Biri qrup yoldaşı idi, o birisi mənim dostum idi. Yəni belə də tanıdığı adamlar Amma mən yerdə. görmüşəm, ha, bizim universitetdəki uşaqlar, tələbələr dəstək olursan. Bəli, olur. Görmüşəm onları, az çəkmirəm Nə amma... oldu? Biz dedik ki, bura ancaq İncəsənət Universitetinin məzunlarını çəkək və kast elədik və çox təəssüf ki, istədiyimiz oyunçuları tapa bilmədik. İncəsənət Universiteti ümumiyyətlə aktyorları tam formalaşmamış məzun eləyir və bizim də vaxtımız yox idi kimisə götürüb ona təlim keçməyə. Yenə də məcbur olub tanıdıqlarımız insanları çəkdik. Taleh Yüzbəyov İncəsənət Universitetindən narazıdır. Bəli. Yəni bunu mən gizlətmirəm. Xanımın sualı bilsən nə idi? Mən dedim, yəni kifayət qədər... Biz deyir ki, sən indi olmusan tanınmış adam, götürürsən, yazırsan, hər yanda da başlıyor Taleh Yüzbəyov. O qalanları kölgəmdə qalsın, hamını əzim. Bu nədir? O məqsədlər. Biraz sadə olmaq lazımdır, gənclərə yol açmaq Haqsız lazımdır. danışırsan Əlixan. Orada necədir? Sponsorlar simya pul verir. Məndən olsa açığı da oradan heç artıq çox az rol oynayaram və yaxud da heç oynamaram, amma sponsorlar simya pul verir ki, sən oynayasansa pul verir. Nicat, niyə çəkmirsən? Simalara pul verir. Nicat deyil, simadır. Nicata pul çatdırmaq olur ki, qardaşım, onu çəksən. Bəli, Nicata pul çatdırmaq olmaz. Büdcənin böyük... Nicat bahalıdır. Hə? Bax. Yəni belə xanım, məncə sizin suala cavab verə bildim. Qane elədiniz sizin sual. Qane elədik. Yaxşı, buyurun. Əlixan deyəsən hesabı bizi verəcək. Mən Səs eləmə qardaşım. qəpiyi də cibimdən çıxmayacaq, mən rahatam. Səs eləmə. Taleh bəy, sualım sizədir. Vay. Təsəvvür eləyin ki, avtomobilinizlə harasa uzun bir yola çıxmısınız. Ünvana çatmağınızda da 10 saatdan falan belə çox yol Başında var. təkdir. Tək olsun. Olsun. Tək olsun ki, öz fikri olsun. Ya. Ancaq musiqiyə qulaq asmalısınız və maşınımızda sadəcə 3 dənə disk var. Şəbnəm Tovuzlu, Vəfa Şərifovanın və Nəfəsin diskidir. Bunlardan hansına qulaq asmarsınız? Radio işləmir. Radio işləmir. Ancaq şans odur ki, musiqiyə qulaq asmalısınız. Radio xışıldayır da o yollarda, o dağların arasında. Musiqiyə qulaq asmalısınız və 3 dənə diskdən hansına qulaq asmarsınız? Yəni 3 dənə disk var, hansına qulaq Şəbnəm asmaq? Tovuzlu, Vəfa Şərifova və Nəfəs. Hansına qulaq asmarsan?
Valla mən Səmimi, yəni Ancaq yəni birini seçməlisiniz də, hansına qulaq asmarsınız? Səhərdən səmimiyyətdən danışır, ay mən beləyəm eləyəm. Buyur, hansına qulaq asmazsan? Hansınasa qulaq asmasın, yatıb qalacaqsan. Tutacaqsan. Yolun da uzundur. Yox, getsəm ola. Yox, Yox, ancaq qulaq asmalısınız. Sənə konkret sual veriblər, konkret cavab ver. Hansına qulaq asmazsan? Əlimə ataram, hansı gəlsə ona qulaq asaram. Yox, hansına qulaq asmarsınız ümumiyyətlə? Bir nəfərin adını dinən də. Onda elə çıxır ki, üçünü də Vəfa bəyənirsən. Şərifovaya qulaq asmaram. Əla. Çox sağ olun suala görə. Təşəkkür edirəm. Və istərdim verilişimizin bu anında, bu şirin anında bizim xüsusi sponsorumuz olan Sleepy-nin Taliyə hədiyyəsi var. Bəli. Bax, bu da sənindir qardaşım. Çox sağ ol. Get ev işlərini gör. Rahatca. Aysa, rahatca. Kafenin qabağını sil. İşiblər kafeyə. İkincisini açacam, partladacam, hamımızda qonaq çağıracam, gələr. Bizdə də elə deyirdin. Taliyə elə filmlər var ki, sən onları silib unutturmaq istəsən də, amma onların izini heç vaxt silmək olmur. Tali özünə götürmə. Həyatda bəzi dostlar olur ki, onları həyatından da silmək mümkün deyil. Amma bizim xüsusi sponsor Sleepy ilə istənilən ləkələri silmək mümkündür. Sleepy Easy Clean. Restoranda, evdə, ofisdə fərq yoxdur. İstənilən məkanda istənilən ləkələri aradan götürür. Bu məhsul hər bir qadının arzuladığı köməkçidir. Həm işinizi asanlaşdırır, həm vaxtınıza və büdcənizə qənaət etməyə kömək eləyir. Təşəkkürlər Sleepy. Əvvəla hamınızı salamlayıram. Biz də salamlayırıq. Bəli. Sualım Talih bəyədir. Talih bəy, mənim və bir çoxlarının fikrincə sizin ən uğurlu işiniz Zəhər Tuluğudur. Və düşünürəm ki, bu filmin bu qədər sevilməsində səbəb filmdəki Adil obrazının bir çox insanların deyə bilmədiyini deməsi və edə bilmədiklərini etməsidir. Salam. Niyə salam vermirsiniz? Çünki sizdən zəhləm gedir. Amma çox təəssüf ki, bu yaxınlarda öyrənmişəm ki, filmdəki Adil obrazı Adriano Celentano'nun Ukrashina Straptivo filmindən götürülüb. Nə danışırsan? Plagiat. Deyəm, davam elə. Biabırçılıq. İndi buna nə ad verək? Oğurluq yoxsa imitasiya? Oğurluq qardaş. Ay oğurluq. İlham mənbəyi olaraq əlbəttə oradan gedibdi, amma yəni əgər o filmə baxmısınızsa, ondan Adil personajının ümumi heç nəyi yoxdur. Sadəcə olaraq hazır cavablığı mən o filmə baxanda, Celentano filminə baxanda Dedim kimdə Zəhər Tuluğu çəkib. belə bir obrazı sənə dedim maraqlı olar və götürüb daha başqa formasını elədim. Yəni oğurlamısan da. Oğurlamısan da. Ay da sən o sürəni yirsin qardaşım. Ona görə sənin başın belə işlər gəlir. Əcəb olub bankrot olmusan. Yaxşı olur. Götürüb kinolardan götürüb özünə kino yaradır, sevilir. Gəl bir dənə kafenin proyektinə baxmayıb ki, bu kafe bombadır, mən də gem bundan açım. Onu da kimlərsə oğurlayıb uğursuz olub da. Bu adam oğrusudur, oğrusu. Mən bilirsən nələr danışıb? Əlxan, mənim ağlıma bir dənə ideya gəlib. Partladacaq, orijinal. Deyirəm, nə? Çəkim görəcəksən. Deyək elə. Ya əslində ilham mənbəyidir, amma oğurluq deyil. Oğurluq o vaxt olur ki, eyni zarafatları, eyni hadisələri götürüb eləyəndə. Amma o filmlə o film arasında eyni zarafatlar və eyni İlham mənbəyi zat deyil, Mən sənə görə Yox, film çəkməyə qorxuram. Sabah məndən ilhamlanarsan, nəsə eləyərsən. Yox, narahat olmayın. Heç vaxt elə şey ola bilməz. Talih oğrudur. Hamısı böhtandır, hamısı şərdir. Oğrusudur. Qara kampaniyadır, Taliyə qarşı aparılır. Mən hətta özüm etiraf eləmişəm bunu, yəni danışmışam, müsahibədə demişəm, amma təzə deyil mənim üçün. O qara qutuda hər şey var, hər bir şey. Bir-bir axırda hamıya onu göstərəcəm. Talih nə oğrayıb, nə edib, nə eləməyib. Orta statistikdəki o personajı var, Rasim. O Qaqilidən oğurlayıb. Nə danışırsan? Mən sən sözüm. Sən qardaş, sən cavab qane elədi. İnandın? İnanmadın? Tamaşaçılardan soruşun. Qane eləmədi ki, qardaşım. Yox. Yox, əyləş. Axşam da toydasan, görürəm giyinmirsən. Toya gecikərsən. Talih hal-hazırda həmin masanın hesabını ödəyəcək. Gətirsinlər hesabı. Gətir. Valla bu aclara var. Unibankın post terminalı gəldi. Bəli. Buyur, ödə. Talih, ödə qardaşım. Əla. Hə, burada biri-birindən maraqlı insanlar var, qonaqlar var. Burada elə bir insan var ki, xahiş edirəm, hamı bir dənə baxsın bu qardaşa. Dünyaya ilk gələn insan. Bax ora, xahiş edirəm. O tarix kitabının üstündə olur o adamlar belə bir. Üçüncü bax budur, üçüncü.
İkilərdən sayılırsan da. Hər şey birinci bab qardaş görüb, halal sənə. O kitabı yazanda səndən ilhamlar. Oğurlayıblar, yazmırlar. Salamasıqdır, hər şey yaxşıdır, qulluğundayım ha. Qulaq asırsan. Qardaşımız pəhlivandır, sən buna cavab verməsən, sən nə edəcək, dayı? Allah'tan salamlayıram. Vay. Hər kəs salamlayıram. Qəşəng. Biz də səni salamlayırıq. Məşqdən çıxıb gəlmisən? Xeyr, Hardan gəlsən? evdən gəlirəm. Evdən. Sinəyə neçə ilə işləyirsən? 130. 120 deyə. 120, 125. 120. Nə sən deyən, nə mən deyən 125. 125 olsun. Olsun. 125. Zəhər Tuluğu filmində bir səhnə var. Yəqin ki, çoxumuz baxmışıq ona. Bəli, hamı baxıb ona. Bir oğlan yolla gedən bir qıza nömrə vermək istəyir. Aha. Və oradakı Adil obrazı, yəni siz, həmin oğlana qapaz vurursunuz. Yaz. Plus 994 0. Düzdür, küçədə, yəni gedən bir xanımı narahat eləmək tərbiyəsizlikdir. Mən də şiddətlə qınayıram. Bəs oradakı Adil obrazı niyə həmin oğlana qapaz vurur? Sizcə bu nə qədər düzgündür? Bunun özü də bir şiddət deyilmi? Vay. Siz yəni orada izləyicilərə hansı mesajı ötürmək istəyirsiniz? Yerə sual verirsiniz ki, belə. Vay. Necat, gəl. Ay, doğrudan mən özümü səhvdim. Yox, getməyin. Yo, bir dəqiqə gözlə, qardaş. Məntiqli sual. Neçə ildir biz o filmə baxırıq? Bizim ağzımıza Ya yaxşı, bax bu qıza sataşır, söz atır, düzdür, yəni nömrəsini. Olmaz, bildik. Olmaz, o pisdir. Ay, tanımadığın adama şillə vurmaq, özdə şiddətə son. Kişilərə şiddətə son. Ümumiyyətlə, hamıya şiddətə son. Gəl get çıxardı 5-10 dəqiqə gül qaydarsan. Ürəyə getdi bunu. Hər personajın özünün məntiqi var və motivasiyası var. Onun yerində məsəl üçün həmin vaxt orta statistik Rasim olsaydı, o bəlkə də oğlanı qırağa çəkib ona bir nəsihət eləyərdi. Amma Adil personajı şillədən başqa yəqin keçdi. O müdirinə kəllə atır, ona şillə atır. Ona görə məncə personajın motivasiyasında xarakterinə uyğun bir hərəkət idi. Həm əsəbi yol gedən adam idi, məsələni kökündən həll elədi ki, xanımı narahat eləməsin. Məncə o vəziyyətdə onun çıxış yolu oradaydı. Deyəm, biz olmayanda nə don geyindirdin? İnandırdın zaman. Mən qardaşa dedim, qardaş qəbullandı deyəsən, gözlərində işıq görürəm. Yox. Nə etməli idi sizcə? Yox, qardaş. Yox, qardaş sənə sual verdi ki, sən bu şiddətlə nə demək istəyirsən? Mən deyirəm ki, o personajın xarakterinə uyğun olan hərəkətdir. Personajın dalında gizləmə də sən yazmısan, qardaş. Okey də, yəni mən personajın dalınca düşüb gedirik də yazanda. Sən oradakı qapazı bəyənməmisən, yoxsa sən olsaydın yəni belə vurmazdın da? Xeyr, mən vursaydım o ölərdi yəqin ki. Talih, bax, yaxşı, Adil obrazı yox, Talih belə şeylə rastlaşsaydı nə edərdi? O da şillə vurardı. Yox, elə cəsarətli olsaydım, niyə iş verəmişdim onu? Yəni deməli sənin cəsarətin çatmır, amma Adilin çatır. Adil qədər deyildi. O yəni əgər elə bir şey eləmiş olsaydım, deyərdim ki, eləmişəm. Səni qane eləyirmi belə cavab? Ara bunlar hamısı narazıdır. Narazıdırlar, çünki sən demək olar ki, yox. Nə etməli olardı sizcə orada? Adil nə eləsəydi düzgün olardı? Yəni daha mülayim şəkildə başa salmaq. Nə deyərdi? Başa salardı. Qardaşın bir vücuduna bax, pəhlivandır. Deyir ki, mən qardaşa mülayim yaxınlaşır, mülayim danışardım. Bu qarnla zadla gəzir belə, şapalaq verir. Amma yaxın sən bir dənə söz deyim. Biz bayaqdan deyirik, Talih, o restoran batırdın, bu restoran batırdın. Amma bir dənə baxmışam. Bizim bax bu dəqiqə əyləşdiyimiz məkan var. Bay Hollywood'un Irish pub'unu sən heç vaxt batıra bilmərsən. Alışlar gəlsin bu Irish pub'a. Mənə versinlər batırım. Mənə versinlər batırım. Oradan. Əvvəla hər kəsi salamlayıram. Sualım ondan ibarətdir ki, çəkdiyiniz filmlərin içində mənə görə ən möhtəşəm olanı orta statistik Rasim filmidir. Oğluna görə Segway oğurlayan Rasimlə Talihin ortaq cəhətləri var. Açığı Rasim personajı mənə çox doğmadır. Mən o vəziyyəti demək olar ki, yaşamışam və sonra Rasim yazılıbdır. Rasim filmində necə ki, oğlunun ad günüdür, söz verib ona Segway alacaq. İşə gedir, məlum o ki, iş yerini bağlayıblar, pul tapa bilmir, məcbur olub Segway'i oğurlayıb gətirir. Başqa uşaqdan oğurlayır. Və ad günü vaxtı uşağın valideyni gəlir, bunu pərt edir ki, sən mənim uşağımın Segway'ini oğurlamışsan və beləliklə Rasimin birinci seriyası bitir. Evdə tam olaraq pərt olmuş bir at olur. Mənim əhvalatım aşağı-yuxarı belə ola bilərdi, biraz bəxtim gətirdi. Maaş hələ var, kartımda artıq birində 24 manat var, birində 12 manat
manat var. Belə də yəni bir yerə yığanda 25 manat alınır, biraz çox alınır. Həmin yeməklərdə, yəni uşaqların yediyi yeməklərdə 25 manat idi. Elə gəlirdim, zəng gəldi ki, uşaqların yeməyi qurtarır. Mən də əsəbləşdim ki, bu niyə tez qurtarır? Özün də yeyirsən, sən deyəsən bu yeməyi. Bəsdirin, qənaətlə eləyin, çatdıra bilmirəm. Deyinə getdim, kartların içindən belə hərəsindən pul çıxardım. Bütöv bir pul elədim. Girdim fikirli ki, ay Allah bu nətər olacaq, mən nətər eləyəcəm. Getdim elə fikirli də götürdüm yeməyi, gətirdim kassaya, pulunu verdim. Qalxıram ki, bu vəziyyətdən necə çıxım da? Yəni, 3-4 gündə bu, 3-4 gündən sonra nə edəcəm? Nəysə, girirəm evə, tez yeməyi verirəm, uşaqlar hərəsi stereo ağlayır. Bizdə də 2 nəfər ağlayır da, eyni vaxtda stereoydu. Biri o otaqdan, biri bu otaqdan. Ayaqqabımı çıxardırdım. Yoldaşım qayıtdı ki, Talih, bu nədir, səhv almısan, bu 2-dir, uşaqlar 1 yeyir. Orada yaşa görə artır. Yəni sizin çoxunuz çox güman ki, valideyn deyilsiniz. O qiymətdə fərq var? Yox, eyni, biraz fərq ola bilər, amma şeydir, yəni bir neçə uşaqlar üçün, 1 yaşından böyük uşaqlar üçün və s. Mən də böyük götürmüşəm, uşağa vermək olmaz. Götürdüm, deyinə, ac, susuz gəlmiş, pulsuz kişi, təzdən qayıdırsan, ən zəhləmcidən şeydə məhsulu qaytarmaq. Getdim, bir nömrəni götürdüm, gəldim kassaya ki, xanım səhv götürmüşəm bunları dəyişmək, bu dəqiqə administratora deyir, administrator gəlir, deyirəm dəyişək, baxır, deyir, uşaq yeməkdə, yox, bunu dəyişmək olmaz. Deyirəm, necə yəni? Deyir, o da təhlükəsizliyə görə uşaq yeməyini dəyişə bilmərik. İndi qalmışam belə, cibimdə başqa pulum yox, arxamda növbədən kimsə belə pərt olmuşam, bilmirəm, deyə bilmirəm ki, qardaş, Allah haqqı pulum yoxdur da, bunu dəyişməsəm mənim uşağım ac qalacaq və beynimdən o an keçir ki, bəlkə götürüm qaçım, bəlkə çıxım, girim təzdən başqa adla, bunun qapağını açaram, tökərəm kloka, olmasın. Hər şey bir saniyənin içində keçir ki, uşaqlar evdə ağlayır, mənim pulum yox, mən də bunu deyəmirəm. Və belə bilmirəm qardaşa necə baxdım, nə dedimsə, necə, bilmirəm. Dedim ki, qardaş, nə olar dəyişlər. Bir dənə belə bir, yəqin bu cümlə bilmirəm necə olub. Administrator belə mənə baxdı, hiss elədi. Mən ona deməsəm də sözlə ki, pulum yoxdur. O hiss elədi ki? Gördü ki, yoxdur, belədir. Yaxşı, dəyiş. Belə, o ki, belə məhsulu mənə verdilər, belə bir, səncə, belə yaxşılıq eləmiş kimi. Amma mən özümü çox belə, arxada duranlar da, tez qutardı, gedək də, yəni kimsə tələsir, iş vaxtından sonradır. Və o bir nömrəli, həmin o aldığım yeməyin bir nömrəsi evə gələr fikirləşdim ki, yəni bu verməsəydi, mən yəni doğrudan da yəni rasım olacaqdım. Ya gəlib başqa marketdən uğrayasaydım. Çünki variantım yoxdur. Uşaq yəni başa düşmür ki, gözlə. Yəni gözləmək variantı yoxdur. O mənim həyatımın dönüş nöqtəsi oldu. Mən qərar aldım ki, mən belə yaşamayacağam. Mən nəsə eləməliyəm ki, bundan daha yaxşı vəziyyətə gəlim. Və bu bir növ o faciə, bir növ bir uğurlu bir filmə döndü necəsə. O mənim üçün olan bir faciə və o mənim həyatımın dönüş nöqtəsi oldu ki, mən bu sənətə təzədən qayıdıb və bildiyiniz kimi filmlər çəkdim. Qutunu mən söz vermişdim ki, axırca verilişin sonunda açacağam. Bu çıxışdan sonra, bu təqdimatdan sonra Talih elə bir çıxış elədi ki, bu qutunu Talih mən açmıram. Eşq olsun. Açmayacağam. Bu çıxışdan sonra. Eşq olsun. Amma özümə göstərərsiniz də, özümə göstərərsiniz. Böyük ürəkli, gör necə insanlar var, gör necə dostlar var. Eşq olsun. Bax. Dostlar, beləliklə Talih bəyin cavablarına qulaq asdıq və gəlin səmimiyyət faizini ölçək. Buyurun. Səmimi idi yoxsa yox? Səmimi, yox. Yox, biri, özündən şeylər çıxartma. Aha. Mənə elə gəlir ki, səmimiyyət apardı. Bəli, Talih öpdü. Apardı, qırmızılar aldı. Talih öpdü. Post terminal gəlsin. Baş sponsorumuz olan Unibank'ın post terminalı gəlsin. Bəli. Qatmayan Eyni olsun. pulumuz dostlar. İkimizi də pulumuz. Salam aleyküm qardaş. Baxaq. Mən də Ay maşallah. Irish pub'da bir dənə də yeməyə qoymamışsın. Nələr zakaz eləmişsiniz, nələr sifar, hər şey yeyiblər. Hesaba bax bir dənə. Yaz, vır. Elə qardaşım, elə. Bəli. Çayboy da verin də uşağa. O narahat olma, verəcək. Narahat olma qardaşım. Sən o mənli idi. Bunu görmüsən birdən ikdən əlini salsın cibindən. Əlim cibindəsin, hər ikisi. Yaxşı, nəysə qardaşım. Bu gün qalib Talih oldu. Alqışlaq Talihi.
Sağ ol ki gəldin Talih. Talih nə dərəcədə səmimidirsə, onu bilmirəm, onu Amma tamaşaçılar qərar verdi və faiz etibarı ilə biz belə başa düşdük ki, Talih səmimidir. Bəli. Və əziz tamaşaçılar, biz sağollaşırıq və bugünkü çıxışımız inanıram ki, sizin ürəyinizcə oldu. Heç olmasa 1% xoşbəxt eləyə bildiksə, nə xoş bizə. Nefesimi kesti. Ora bora her yan güzellerle yandırıp yakar ince sözlerle. Vurur hayat yürek nebziyle, adrenalin yay hevesiyle. Diyakoniye bile gemlisin sen, dur dayanma koşul bize yaşa sen. Yine yay, yine isti, yanar güneş nefesimi kesti. Yine yay, yine isti, yanar güneş nefesimi